Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir belə deyərdim, şorba hazırlayacağıq. Balıq şorbası. Deməli bunun üçün bizə nələr lazımdır? Bir dənə belə balıq götürmüşük, bulyon hazırlayacağıq. Xırda doğranılmış soğan, sürkəşdən keçirilmiş kök, belə 4 künc ya bax bu şəkildə doğranılmış kartof, bir dənə biraz tomat pastası, vermişil, duz, süd və yağ lazım olacaqdır. Bir də indi biraz zövqə görə, yəni bulyonuna istəsəz belə dəfnə yarpağı əlavə edə bilərsiniz. İndi başlayırıq ilk öncə bulyonunu hazırlamağa. Deməli əziz izləyicilər, bir dənə belə qab götürürük, onun içinə bu balığımızı belə qoyub və üzərinə su töküb bunu qaynadırıq. Deməli əziz izləyicilər, bax gördüyünüz kimi balığımızı qoyduq və üzərinə bax belə su tökülüb. Bu yəni bizim belə deyək də bulyonumuzdur. Bax belə. Balığımıza biraz soğanla bir qoymuşduq. Böyrlərinə soğan yapışıb, eybi yox. Yəni bulyona gedəcəkdir onsuz da. Yəni soğan yapışıb deyə, yəni bunu söz eləməyim. Yəni insanlar söz eləyəcəkdir. Hə. Bax belə qoyuruq, bu qaynayır. Təbii ki, içinə biraz dəfnə yarpağı və duz əlavə edirik. Deməli əziz izləyicilər, biraz belə dəfnə yarpağı əlavə edirik və biraz da belə deyək də duz əlavə edirik. Yəni bu bizim bulyonumuzdur. İndi bundan balıq qaynayacaq, balığı sonra süzəcəyik və duz kifayətdir və bundan şorba hazırlayacaq. İndi başlayırıq bu balıq bişənə kimi, yəni bulyon hazır olana kimi digər tərəvəzlərimizi hazırlamağa. Deməli əziz izləyicilər, gördüyünüz kimi belə deyək, qazanımıza yağı tökdük, altını yandırdıq. Biraz belə deyərdim ərisin və soğanımızı əlavə edəcəyik bura. Yəni belə də tökmək olar, onsuz da pişəcəkdir. Yəni bax belə soğanımızı burada qızılı rəngi olana kimi beləcə belə bax belə qovururuq. Deməli əziz izləyicilər, bax soğançamız belə pişir, qovrulur. Üzərinə kökümüzü əlavə edirik. Biraz da belə deyək də köklə bir pişsin. Biraz da qarışdırırıq. Kökümüzü də biraz burada bununla bərabər pişsin. Ağzını örtürük ki, biraz özü su versin, kökümüz daha da yaxşı belə deyərdim pişsin. Deməli əziz izləyicilər, bax belə kökümüz də pişəndən sonra bir damcı da belə tomat əlavə edirik ki, biraz həm tam verir, həm də belə deyək də sukumuzu, şorbamızı qızardır, qırmızı edirlər. Biraz da qazın aşağısını alırıq ki, vanpodda pişsin. Belə. Tomat yəni kim istəyir lap qırmızı olsun, tomat təbii ki biraz belə deyim də çox tökə bilər. Kim də istəmir, birəcə az. Və ağzını örtürük, gözləyirik pişməyini vanpodda. Deməli əziz izləyicilər, bax gördüyünüz kimi biraz da kökümüz pişdi. Ondan sonra kartofu da biraz əlavə edirik. Çox şorbalarda elə bir suyunu tökəndən sonra kartofu əlavə edirlər. Ancaq bax belə edəndə burada elə bir kartof da biraz qızaran kimi olur. Həm daha dadlı olur, həm də ki belə deyərdim də tez pişir və yaxşı olur. Yəni bax belə edirik və ağzını yenə deyirəm, örtürük ki, vanpodda pişsin və bulyonumuzun tam qaynayıb hazır olmağını gözləyirik. Əziz izləyicilər, bax gördüyünüz kimi bulyonumuz da belə hazır oldu. Yəni balığımız
suda pişdi. Dəfnə yarpağı ilə duzla birgə, yəni bulyon hazır oldu və onu indi o tərəvəzlərimizin üzərinə tökəcəyik. Deməli əziz izləyicilər, gördüyünüz kimi artıq belə deyək də tərəvəzlərimiz də burada uca bax belə yağa düşdü. Biraz deyəsən kökünü çox etmiş, yanma yox. Bax belə bir setka qoyub və bulyonumuzu üzərinə tökürük. Bulyonumuzu üzerine tökülür. Belə də tökdük. Şeyi də qalıbdı bu əti. Bunu da nə bilim istəsəz yeyə də bilərsiniz, istəsəz tullaya da bilərsiniz. Bizdə indi həyətdə cücələr olduğundan cücələri yeminə qatıb belə deyərdim verəcəyik. Və bax beləcə qarışdırırıq. Demək olar ki şorbamız artıq hazırdır. Yani suyu istedi, ona göre biraz da belə deyək vermeşillərini tökə bilərik içinə. Vermeşili də onu qeyd edim ki, az tökmək lazımdır, çünki çox tökəndə belə deyək də hamuru şey olur, qatı olur. Ona görə də biraz tökdük, kifayət edir. Yəni bax belə qırıb tökürük və bunu da qarışdırıb gördünüz necə gözəl şorbamız hazır oldu. Daha doğrusu elə hazır olmaqdadır və altını qaldırırıq ki, biraz da qaldırırıq ki, daha da tez pişsin və bişməyini gözləyirik. Əziz izləyicilər, gördüyünüz kimi artıq belə deyək şorbamız hazırdır. Qaba qoyub belə deyəlim süfrəyə verə bilərik. Altını da söndürək. İndi belə deyək qaba qoyub və süfrəyə verə bilərik. Görün necə gözəl çıxıb. Yəni istəsəz üzərinə belə deyim də göy də əlavə edə bilərsiniz. Balıq şorbamız artıq hazırdır. Deməli əziz izləyicilər, gördüyünüz kimi qaba qoyduq və üzərinə kişnişlə şüyüddən nə varsa bax belə töküb süfrəyə verə bilərsiniz. Bax belə balıq şorbamız hazırdır. Hazırlayın və nuş edin. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.